Şiə məscidləri boşalır. Artıq axundular da şikayət eləməyə başlayır. Dəyərli həmvətənlər, buyurun baxın. Mən demirəm bunu, axundular deyir. Artıq dəhşət. Mən bunu niyə deyirəm, özüm yaxşı bilirəm və bəzən də şuuraltı bunu götürənlər sizdən xahişim var. Mən bunu niyə deyirəm, özüm yaxşı bilirəm və bəzən də şuuraltı bunu götürənlər götürsün. Sizin burada namazda olub olmamağınız mənim üçün önəmlidir. Mənim üçün önəmlidir. İslam üçün də önəmlidir. Burada 200 adam da olsa mən xütbəni oxuyacam. İndi bəlkə sosial mediada mənim indi canlı yayımma TikTokda bəlkə də 300, 500, 700 bilmirəm nə 1000 adam baxır canlıda. Mən bu mesajı verəcəyəm. 1000 adam da olsa mən bu xütbəni edəcəm. Amma məscidlər boşalıb. Və bunu sizə deyirəm. Məscidlər boşalıb. Məscidləri doldurmasanız başqaları gəlib burada oturacaq. Və bu sözü deyirəm. Gələn cümə Allah fürsət versin, görüşmək ümidilə. Vəssalamu aleykum və rəhmətullah və barakatuhu. Bismillahirrahmanirrahim. Dəyərli həmvətənlər, görürsünüz artıq axundular etiraz edirlər, məscidlər boşalır, vahabilər gəlib oturacaq məscidlərdə. Bax, dedim az sizə. Bax, bu kişi də, görürsünüz, mən deyəni deyir. Bax, bu kişi. Bax, bu kişi hamımızın tanıdığınız şiələrin çox sahib seçdiyi, hörmət elədiyi birisidir mən bilən qədərindən. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, açıq deyə bilmir vahabilər artıq çoxalır, hökumət dəstəyi var onlara, şiələrə hökumətin baskısı dəstəyi var. Yalandan da Mehriban Əliyeva oğlunu çıxardıb ora ki, güya ki, nədir. Bu arada tez-tez bu xəbərlərə toxunaq. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Taliban hökumətinin 205 Badır qüvvələri Pakistanla sərhəddə doğru hərəkət edir. Amerikadan qalan texnikalar artıq Amerikadan qalan texnikaları Əfqanlar sərhəddə yeridir. Əfqanistan güclü döyüşkən millət, amma Əfqanistanın texnologiyası yoxdur. Pakistan heç vaxt üz-üzə döyüşənməzlər, amma partizan müharibəsini nəzərə alanda, gerilla savaşını nəzərə alanda Əfqanistan Pakistana böyük ziyan vura bilər. Taliban döyüş bölgəsinə geniş miqyaslı əlavə qüvvələr göndərdi. Taliban Müdafiə naziri bu gecə şəxsən hücumlara rəhbərlik edəcək. Budur, Müdafiə naziri də budur, bax. Oturub Müdafiə naziri şəxsən hücumlara rəhbərlik edəcək, bax. Müdafiə naziri. Buna baxanda mən vağzal süpürgəsi boyda bığ saxlayan Zakir Həsənova şükür eləmək məcburiyyətindən başqa bir şey gəlmir əlimdən. Taliban Pakistana ağır zərbələr vurdu. Bir neçə sərhəd hərbi bazası dağıdıldı. Taliban qüvvələri hər bir silah anbarını ələ keçirdikdən sonra onu qənimət kimi götürür, sonra anbarı partladır. Baxın ha, Taliban xeyli irəliləyibdir, hücuma keçibdir. Deməli, Azərbaycanda qadınlar Türkiyəyə seksual istismar üçün satılması ilə bağlı qadın məhkum edilibdir. Gəncə ağır cinayətlər, sadəcə bunlar nədir, bilirsinizmi? Deyim, qız qəhbəlik eləyib, pulu İlhama göndərməlidir. Pulun bir hissəsini qaytarmalıdır. Yəni, orada qızı göndərirlər, Rus qızlarına 60 min, Azərbaycan qızlarına 40 min zat belə pullar verirlər, qızın özünə gözəlliyinə görə. Və o pulu ya qız əldən gedir, yəni o pulu, necə deyərlər, vermir. Ya işbazlar özləri verir, belə qızın özünə qalanda ya qız pulu vermir, ya da ki, qız Türkiyə gedəndən sonra deyir, dəliyəm, 40 min ona verirəm, dəliyəm, 60 min ona verirəm, ya ondan bölürəm. Gedir, başqa yerdə işləyir. Məsələn, elə bir ki, Almaniyaya adamlar gətirirlər buradakılar işlətməyə, gəlib burada 1-2 il gözü açılan kimi, birdən bura vətəndaşla evlənən kimi, deyir, dəliyəm, buna ucuz işləyirəm, nədir məni gətirib deyə, gedir, başqa yerdə işləyir. Bu da belə bir şey. İndi sözüm indi ondan getmir. Hələ baxa göyə bu Taliban söhbəti tutardı mı? Son dəqiqə Çin neynədir? Bütün Amerika gəmilərinə ağır liman risumları tətbiq edəcək Çin. Bu arada Çin belə bir şey verdi. Ukrayna əsgərləri Krımda unikal xüsusi əməliyyatlar keçirir. Latviya 800-dən çox Rusiya vətəndaşlarını ölkədən çıxartır. Üstəlik Azərbaycan vətəndaşlarını ölkədən çıxartmaq istəyir. Çünki deyir, siz cəsussunuz, Rusiya cəsusu. Və bu arada dünən dedim, bugün də deyirəm, Latviya, Litviya, Estoniya ərazisindən 2,5 milyon insan geri köçürülür Rusiya ilə, Belarusya ilə sərhəddən, çünki böyük müharibə başlayacaq o bölgədə.
Deməli, Taliban və Pakistan sərhədində atışmadan video göstərək bir parça. Savaşmasalar gözləməyin. İki üstüvollu 2A42'dir. 2A42'dir ya da DŞK-dır. Çox güman ki 2A42 ola bilər. Yəni səs onun səsidir. Və görürsünüz ki, müharibə gedir. Müharibə dediyim kimi artıq bütün Əfqanistan və Pakistan sərhədində baxın, çox uzun sərhəddir bu. Və 7 istiqamətdə gedir artıq. Görürsünüz də Pakistan isi tərəfə adlayıblar deyəsən bunlar. Deməli, Taliban Pakistana qarşı yeni əməliyyatlara hazırlaşır. Taliban bölgədə gərginlik pik həddə çatıbdır. Vladivostok sakinləri son illərdə ən böyük etiraz aksiyasını keçiriblər. Vladivostok. İngilis kəşfiyyat təyyarələri Belarusla sərhəddə peyda oldu. İngilis kəşfiyyat təyyarələri Belarusla sərhəddə peyda oldu. Açığı deyirəm, mən baxıram da, mən İngilisə güvənirəm. Mən düşünürəm ki, dünya siyasətinə min illərdir yön verən, min illərdir beləsini edən, yəni kral ailəsi, yenə bir balaca, bu İlham Əliyevə dəstək verən Yahudiləri də gördük, Netanyahunu, yenə İlham Əliyevə dəstək verən Rusu da gördük, İngilis də dəstək verdi, amma İngilis müəyyən zaman gələndə quduranda ən azından bir demokratiya söz söhbəti olur, Almaniyanı qarşısına ala bilmir, ən azından İngilis məcburdur. Əslinə qalsa mən İngiltərə deməzdim İngilis. Əslinə qalsa çox istəyərdim dünyaya yön Almanlar versin. Çox istəyərdim. Və dəyərli həmvətənlərim, Rockefeller ailəsi də bilirsiniz ki, Alman ailəsi olduğu hər kəsə məlumdur. Rothschild ailəsi Britaniya, İngilis. Yəni, dünyanın ən böyük iki ailəsinin biri Alman, biri İngilis də aydın məsələdir. Böyük ailələr çoxdur. Bütün hallarda, yəni İngiltərəyə bir balaca Avropa siyasətinə, İngiltərəyə, İngilis kral ailəsinə bizim yaxınlaşmağımız lazımdır. Daha da yaxınlaşmağımız, xalq olan. Yəni, nə istəyiriksə onlardan istəməliyik. Dəyərli həmvətənlər. Yoxsa Rus, Netanyahu bizə ağ günə çıxardanmaz. Deməli, dəyərli həmvətənlərim, başqa bizi ağ günə kim çıxarda bilər? Baxın, Avropanın, Almaniyanın, İngiltərənin forpostu olan ölkələr kral kimi yaşayır. İnsanlar gözəl yaşayır. Amma Rusiyanın, Netanyahunun, Rusiyanın tulaları, ya Erdoğanın tulaları xalqa qan udurur. Deməli, Rusiya Belarus benzinini ələ keçirmək istəyir. Artıq Rusiya Belarus benzinini ələ keçirmək istəyir. Rusiyanın 57 regionu benzin qıtlığı ilə üz-üzədir. 57 region. Rusiyada neçə region var? Mən bilmirəm. Bilənlər yazsın. Neçə region nə deyirlər ona? Guberniya. Neçə guberniya var, region var Rusiyada? Bilənlər yazsın. ABŞ Çin mallarına, bildiniz də o Çin limanlarına, Çin Amerika limanlarına qoydu. ABŞ da Çinə 100% risum qoydu. İnanın Allaha deyirəm ha. İnanın Allaha. Çini yaşadan Amerika və Avropadır. İnanın Allaha burada hara bağırsan Çin mallarıdır. İnanın Allaha deyirəm. Bu Çin, Avropa, Qərb ölkələri, Amerikaya, Avropaya bağlı ölkələr. Hələ Latin Amerikası var, hələ Avstraliya var, hələ Cənubi Koreya var, hələ Yaponiya var. Bu Amerika və Avropaya yaxın ölkələr, inanın Allaha, Çinə sanksiya qoyarsa, 2 milyardlıq əhali qırğına çıxacaq. Bir-birinin ətini yiyəcəklər. Deməli, hər nəysə burada baxıram, Amerikada Çinə risum qoydu. Amerika, Avropa ilə birləşmiş, İngiltərə, Avropa, Amerika birləşmiş kimi görünür. Axios media mərkəzidir. Trump və Zelenski Tomogavk, yəni raketlərin Ukraynaya çatdırılmasını müzakirə ediblər. Artıq Tomogavk raketləri, bəzən Tomahawk deyirlər, o raketlər artıq Ukraynaya çatdırılması müzakirə edilibdir, dəyərli həmvətənlərim, dəyərli soydaşlar.